Salam dostlar. Bugün sizə yoldaşımla birlikdə hazırladığımız bir əl işini göstərmək istəyirəm. Bunu uşaqların ad günü üçün hazırlamışıq. İçinə konfet, şokolad və kiçik hədiyyələr qoymaq olur. Biz istədik ki, həm fərqli, həm də yadda qalan olsun. Hazırlayarkən çox zövq aldıq. Düşünürəm ki, belə əl işlərinin öz gözəlliyi və özəlliyi var. Sizcə necə alınıb? Belə bir hədiyyə qutusu sizə təqdim olunsa xoşunuza gələr? Fikirlərinizi mütləq şərhlərdə yazın. Əgər belə videoların davamını istəyirsinizsə, məni izləməyi unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Görüşənədək.